Ferit adamda adam vardır. O adam bir gün ay paltarı alır. Deyir ki, mən bu paltardan qonşularımı qorxuzum görüm. Nə olacaq? Hamı qorxsun. Və bir axşam o paltarı geyinir. Və yoxlamaq istəyir ki, həqiqətən ayıya oxşayırmı, oxşamırmı? Sonunda o paltarı geyinib, görüm çölə çıxım kimi qorxuzum. Fikirləşəndə çölə çıxır və evin qapısı örtülür. Açar yanında olmadığı üçün çöldə qalır. Çöldə qaldığı üçün də deyir ki, indi mən nə edəcəm? Və yadına düşür ki, dostu var idi və o ovçu idi. Deyir ki, görəm onu mənə kömək edə bilərmi evimin qapısını açmağa? Və dostunun yanına gedir. Qarşıda dostunun evi var idi. Və dostunun evinin qapısını döyəndən sonra taqqıldatdı. Dostu ayağa durdu. Yavaşca qapını açdı, qışqırdı. Ayı! Ayı var! Bu ayını tərk edə bilər! Ayını tər belə yanıb! Hardadır mən silahım? Ayı var ey cəmaət, oyanın! Deyir. Fərid deyir. Dostum mənəm, mən! Fərid, tanımadın məni? Adam deyir. Nə dostu? Ayı danışarmış, belə bir şey ola bilər? Yenə deyir. Fəridəm da dostum, mənəm. Ay Fərid, axşam vaxtı ay paltarı geyinib nə arırsan sən? Heç nə dostum, cəmaatı qorxutmaq istəyirdim. Qorxdun? Amma indi yox, sonra qorxacaqdım. Nə uydurursan? O boyda adamsan. İş tapamırsan özə. Get bir yönlü iş gör da. Adamları qorxudub. Nə qədər adamları qorxudub? Qorxulmaqdan əlindən keçəcəkdi. Nə olub, nə gəlmisən? Ay paltarı geyinib. Dostum, mən bu paltarı geyinib çölə çıxdım, görəm kimi qorxuzam deyənə. Amma gördüm ki, sən məni ayı bildin, elə bir qorxdum. Elə ovlamaq istədin məni. Elə deyə qaldın. Elə bildin ki, həqiqətən mən ayıyam. Bu məni çox qorxuzdu. Gərək belə bir dəfə etməyəydim. Onsuz da indi qapı qapandı. Yəni mən çölə çıxdım ki, kimsə qorxusam, heç kimi qorxuza bilmədim. Elə qaldım çöldə. Hava da lap soyuyurdu. Bu ayı paltarda axırı çox bəs eləməz dedim. Yəni ona görə gəldim. Dostu deyir. Tez ol içəri gir. Sonra görək nə qaracağıq. Bir də bir şey deyəcəm. Sən evin kilidi səndə deyildi ki? Yox ey dostum, kilidi götürmədim. Kilit evdə qaldı. Hə, yaxşı, bir dənə kilit açanı zəng edim, gəlsin açsın. Sən də get yönlü paltar geyin. Kilit qıranı görsün səni qorxudan qaçar. Ona görə də get yönlü paltar geyin, belə paltar olmaz. Kilit açan səni belə görsə qaçıb keçəcək, bir də gəlməyəcək. Deyəcək sizin evdə ay var, sizin evdə ay var, mən gələ bilmərəm. Elə cəmaət də qorxacaq. Onsuz bilirsən də buralarda çox dostum ovçudur. Hə, düz deyirsən dostum, düz deyirsən. Mən gedim yönlü bir paltar geyinim.